Uşaqlıqda ən sevmədiyim şirniyyatı bugün özüm hazırlayıb. Bu qədər sevəcəyimi heç düşünməzdim. Keçək hazırlanmasına. Yumurtanın ağını sarısından elə ayırın ki, qətiyyən sarıdan ora düşməsin. Şəkər pudrasını isə hissə-hissə əlavə edin və səbirli olun. Baxın, bu məqama çatdısa, deməli işin yardan çoxunu getmiş. Qalan ərzaqları da əlavə etdikdən sonra isə taxta qaşıqla qarışdırıram. Artıq sobaya yollamağın vaxtıdır. O bişənə kimi gəlin sizə hansı ərzaqlardan istifadə etdim onu göstərim. Eşitdim ki, Bravoda 25 dekabr 7 yanvar tarixlərində bayram indirimləri var. Yolumu elə buradan saldım. Elə gəlmişkən indirimləri görüb, tək şirniyyat üçün yox, bayramda süfrəmə nə lazımdırsa hamısını götürdüm. Bu arada bu vacib məlumatı da sizə çatdırmaq istəyirəm. Əgər işləriniz var, marketə gəlməyə vaxtınız yoxdursa, artıq Bravolardan da onlayn alış-veriş edə bilərsiniz. Üstəlik hər 20 azənlik alış-veriş zamanı 1 yox 2 ştamp qazanırsınız. Beləliklə 10 ştampı tamamladıkdan sonra bir mistik məxluq hədiyyə edilir. Mənim artıq kremim də hazırdır. Bezələrin üzərini bəzəyib çayımı dəmləyirəm. Elə bilirəm ilk dəfə üçün görüntüsü pis alınmadı. Amma dadı o qədər gözəl idi ki, əminəm bundan sonra tez-tez hazırlayacağam. Dəhşət bir şeydir, dəhşət.